Anton Çexov, dilənçi. Mərhəmətli cənab, lütf edib bu bədbəxt və ac insana diqqət yetirər misiniz? 3 gündür heç nə yemirəm. Gecələmək üçün 50 qəpiyə belə malik deyiləm. Allaha and içirəm. 8 il kənd müəllimi kimi çalışmışam. Zemstvada gedən intriqalar səbəbindən işimi itirmişəm. İftira qurbanıyam. Artıq 1 ildir ki, işim, qalmağa yerim yoxdur. Hüquq üzrə vəkil Skvartsov dilənçinin boz, deşikli paltosuna, bulanıq sərxoş gözlərinə, yanaqlarında olan qırmızı ləkələrə baxıb düşündü ki, sanki onu hardansa tanıyır. İndi Kaluj quberniyasında mənə iş təklif ediblər, dilənçi davam etdi. Mənim sonra getməyə imkanım yoxdur. Yardım edin, mərhəmət göstərin. Bunu istəməyə utanıram, lakin vəziyyətim məcbur edir. Skvartsov onun qaloşlarına baxdı. Biri böyük, biri kiçik idi və birdən onu xatırladı. Qulaq asın, 3-cü gün mən sizinlə Sadavoyda qarşılaşmışdım. Lakin onda siz məktəb müəllimi yox, xaric olunmuş tələbə idiniz. Xatırlayırsınız? Xeyr, ola bilməz. Dilənçi utanaraq donquldandı. Mən kənd müəllimiyəm. Əgər istəsəniz sənət də göstərə bilərəm. Bəsdir, yalan danışdınız. Siz özünüzü tələbə kimi qələbə verdiniz və hətta xaric olunmanızın səbəbini də anlatdınız. Xatırlamırsınız? Skvartsov əsəbdən qızararaq, üzündə dilənçiyə qarşı nifrətlə ondan kənara çəkildi. Bu alçaq hərəkətdir, mərhəmətli cənab, əsəblə Skvartsov qışqırdı. Dələduzluqdur. Bu hərəkətə görə sizi polisə belə verə bilərəm. Şeytan görsün üzünüzü. Siz kasıbsız, açsız. Lakin bu belə, həyasızcasına, yalan danışmağa sizə hüquq vermir. Dilənçi qapı dəstəyini tutub özünü itirmişdi. İş başında yaxalanmış oğru kimi durmuşdu. Mən yalan danışma. Sənət göstərə bilərəm. Sizə kim inanar? Özündən çıxan Skvartsov davam etdi. Cəmiyyətin kənd müəlliminə və tələbələrə qarşı simpatik hisslərindən istifadə edirsiniz. Axı bu alçaqlıqdır, çirkinlikdir, bu dözülməzdir. Skvartsov dilənçini ciddi məzəmmət etdi, sərib sürüdü. Həyasızlığı ilə bu insan onda qəzəb və iyrənc hiss yaratmışdı. Çünki bu subyekt Skvartsovun özündə sevdiyi və qiymətləndirdiyi mərhəmət, bədbəxt insanların əzablarına şərik çıxma, yumşaq ürəkli olma hisslərini ucuzlaşdırmışdı. Skvartsovun kasıblara təmiz ürəklə verdiyi sədəqəni murdallamışdı. Dilənçi özünə bəraət qazandırır, Allaha and içirdi. Sonra isə sustu. Utanaraq başını aşağı əydi və əlini ürəyinin üstünə qoyub dedi. Cənab, mən həqiqətən yalan danışırdım. Mən nə kənd müəllimi, nə də tələbəyəm. İkisi də yalandır. Mən rus xorunda çalışırdım. Oradan məni əyyaşlığıma görə qovdular. İndi mən nə edim? İnanın Allaha, yalan danışmasam olmur. Həqiqəti deyəndə mənə sədəqə vermirlər. Doğru ilə ac qalarsan, gecələməyə imkan tapmayıb çöldə dolarsan. Siz düz deyirsiniz, mən anlayıram, amma mən nə edim? Nə edim? Soruşursunuz ki, nə edəsiz? Skvartsov qışqırdı və dilənçiyə yaxınlaşdı. Çalışın, bax bunu etməlisiniz, çalışmalısınız. Çalışmaq, mən özüm də anlayıram ki, çalışmaq lazımdır. Fəqət işi hardan tapım? Cəfəngiyatdır. Siz gənc, sağlam və güclüsüz. İstəyiniz olsa hər yerdə iş tapa bilərsiniz. Amma axı yox, siz tənbəl, müştəbeh, əyyaşsız. Uzaqdan sizdən araq iyi gəlir. Sümüyünüzün iliyinə qədər korlanmısınız və yalnız dilənçilik etməklə yaşamağa qadirsiniz. Çalışmaq istədiyiniz zamansa gərək sizə dəftərxanada
Rus qorunda iş təklif olunsun. Heç nə etməyib pul alasınız. Fiziki işlə məşğul olmaq istəmirsiniz? Fabrikada çalışmaq, həyat süpürmək, dükkanda katib kimi vəzifələr qorxuram bəyənməyəsiniz. Axı sizi razı salmaq çətin olar. Allaha and olsun, siz nahaq yerə belə düşünürsünüz. Dilənçi gülümsədi. Axı mən fiziki işi hardan tapım? Dükkanda katib üçün artıq gecdir. Çünki ticarətə uşaq vaxtı başlamaq lazımdır. Küçə süpürən kimi məni işə almazlar. Ona görə ki, mənə əmr edə bilməzlər. Fabrikaya da götürməzlər. Çünki işi bilmək lazımdır. Mənimsə heç anlayışım yoxdur. Cəfəngiyatdır. Özünüzə həmişə bəraət qazandıracaqsınız. Bəlkə odun qırasınız. Mən boyun qaçırmıram. Amma indiki dövrdə əsl odun doğrayanların belə işləri yoxdur. Çörəksiz qalıblar. Bütün tüfeylilər belə fikirləşirlər. Nə təklif etsən rədd edəcəklər. Mənim üçün odun qırarsınız? Əlbəttə qıraram. Yaxşı, əla, baxarıq. İndi görərik. Skvartsov sevinclə əllərini ovuşduraraq tələsik mətbəxdəki aşpaz qadını səslədi. Olga, bir bura bax. Bu cənabı ambara apar. Qoy odunları doğrasın. Dilənçi heç nə anlamayıb çiyinlərini çəkdi. Aşpaz qadının arxasınca düşdü. Onun yerişindən anlamaq olardı ki, dilənçi ac olduğu və pul qazanıb yemək yemək üçün bunu etmirdi. Biraz öncə dediyi sözü təsdiqləmək üçün bunu edirdi ki, sonra buna görə utanmasın. Hiss olunurdu ki, içkidən zəifdir və xəstədir. İşləməyə də heç bir həvəsi yoxdur. Skvartsov yemək otağına tələsdi. Oradakı pəncərədən ambar və həyətdə olanları görmək olardı. Pəncərə önündə duran Skvartsov gördü ki, dilənçi və aşpaz qadın həyətə çıxıb çirkli qar üzəri ilə ambara yollandılar. Olga dilənçiyə nifrətlə baxıb dirsəyi ilə onu itələdi. Qəzəblə ambarın qapısını açdı və bərk çırpdı. Yəqin bu arvada qəhvə içməyə mane olduq. Çox pis yaratıqdır. Skvartsov düşündü. Sonra Skvartsov gördü ki, saxta müəllim və ya saxta tələbə kötüyün üstündə oturub, əllərini al-qırmızı yanaqlarına tutub, nə haqdasa düşünür. Aşpaz qadın dilənçinin ayaqlarının altına baltanı atdı. Qəzəblə onun tərəfə tüpürdü. Üz cizgilərindən anlamaq olurdu ki, onu söyür. Dilənçi qətiyyətsiz halda bir odunu özünə tərəf çəkdi. Ayaqları arasında saxlayıb qorxaraq baltanı ona vurdu. Odun parçası tərpənib yerə düşdü. Dilənçi yenidən onu götürüb donmuş barmaqlarını nəfəsi ilə isitdi və yenə əlindəki ilə oduna elə yavaş vurdu ki, sanki baltanın ayağındakı qaloşa və ya ayaq barmaqlarına dəyəcəyindən qorxurdu. Odun yenə yerə düşdü. Skvartsovun qəzəbi artıq soyumuşdu. İndi utanır və əzab çəkirdi ki, sərxoş, zəif, xəstə insanı soyuqda qara iş görməyə məcbur edir. Heç nə olmaz. Skvartsov özlüyündə düşündü və yemək otağından kabinetinə keçdi. Heç nə olmaz. Bunu onun xeyri üçün edirəm. Bir saatdan sonra Olga gəldi və odunların hazır olduğunu xəbər verdi. Al Olga, bu 50 qəpiyi ona ver, Skvartsov dedi. Əgər istəsə, qoy hər ayın biri gəlib odunları doğrasın. İş həmişə tapılar. Gələn ayın biri dilənçi gəldi. Güclə ayaqda durmasına baxmayaraq, yenə 50 qəpiyini qazandı. Sonra o həyətdə tez-tez peyda olurdu və həmişə də ona
iş tapılırdı. Ya qar kürüyür, ya ambarı səliqəyə salır, ya da xalça və döşəklərin tozunu çırpırdı. Hər dəfə də əməyinə görə 20-40 qəpik alırdı. Bir dəfə hətta ona köynə şalvar da verildi. Başqa mənzilə köçdüyü zaman Skvartsov mebellərin daşınması üçün dilənçini işə aldı. Bu dəfə adam sərxoş deyildi. Sakit və qəmli görünürdü. Əlini mebellərə demək olar ki, heç vurmadı. Elə ortalıqda gəzir, heç bir iş görməyə cəhd etmirdi. Yalnız soyuqdan büzüşüb qalmışdı. Faytonçular onun bacarıqsızlığına və cırıq bahalı paltosuna gülürdülər. Köçdən sonra Skvartsov onu yanına çağırıb dedi: "Hə, görürəm mənim sözlərim sizə yaxşı təsir edir." Və ona 1 rubl uzatdı. "Budur, bu zəhmətinizin haqqıdır. Görürəm ki, sərxoş da deyilsiniz və çalışmağa da həvəsiniz var. Adınız nədir?" "Lışkov." "Hə, Lışkov. Mən indi sizə başqa bir iş təklif edə bilərəm. Təmiz iş. Siz yazı pozu işini bilirsiniz?" "Əlbəttə." "Deməli belə, bu məktubla sabah mənim tanışımın yanına gedin. Ondan yazı işi alacaqsınız. Çalışın. İçməyin. Mənim sözlərimi unutmayın. Əlvida." İnsanı düz yola qaytardığı üçün Skvartsov çox sevinirdi. Nəvazişlə dilənçinin çiyninə əlini vurdu. Hətta vidalaşan zaman onun əlini belə sıxdı. Lışkov məktubu alıb bir daha həyatda görünmədi. 2 il keçdi. Bir dəfə teatr kassasında durub bilet alan Skvartsov yanında qoyun dərisindən yaxalığı, pişik dərisindən köynə papağı olan balaca bir adam gördü. Həmin adam utanaraq qalerkada yer almaq üçün mis 50 qəpiklikləri kassirə sayıb verirdi. "Lışkov, bu sizsiniz?" Skvartsov soruşdu. Həmin adam da o keçmiş odun doğrayanını tanıdı. "Necəsiniz? Necə yaşayırsınız?" "Pis yaşamıram. Notariusda xidmət edirəm. 35 rubl maaş alıram." "Hə, Allaha çox şükür. Əla. Sizin yerinizə sevindim. Çox şad oldum Lışkov. Belə demək olar ki, mən sizin xaç atanız sayıla bilərəm. Axı sizi düz yola mən gətirdim, yönəltdim. Xatırlayırsınız necə sizi məzəmmət edirdim? Torpaq ayrılsaydı az qala yerin içinə girəcəkdiniz. Hə, minnətdaram Lışkov. Mənim sözlərimi unutmamalısınız." "Siz də çox sağ olun," Lışkov dedi. "Əgər o gün sizə rast gəlməsəydim, indiyə qədər müəllim ya da tələbə olaraq qalmışdım. Sizin yardımınızla quyudan çıxıb sağ-salamat qaldım." Lışkov, çox şadam. Xoş sözlərə və mərhəmətinizə görə mən sizə minnətdaram. Siz çox düz deyirdiniz. Siz və sizin o aşpaz qadın, Allah onun can sağlığı versin. O vaxtlar siz mənə həyatı başa saldınız. Mən ölənə qədər sizlərə borcluyam. Amma məni xilas edən sizin aşpaz qadın oldu. Sizin Olga. Necə yəni? Elə olurdu ki, sizə odun doğramağa gəlirdim. Qadın isə başlayırdı: "Sən içirsən, əyyaşsan, sənin kimilər ölmürlər. Daşa dönəsən səni" deyirdi.
sonra mənimlə üzbəüz oturub üzümə baxıb ağlayırdı. Sən bədbəxt adamsan deyirdi. Bu dünyada bir xoş gün görmədin. O dünyada da sərxoş olduğun üçün cəhənnəmdə odda yanacaqsan. Sənin dərdin böyükdür. Yəni bildiyiniz bu kimi sözlər deyirdi. Mənə görə bu qadın o qədər keyfini pozub, göz yaşı töküb ki, ən əsası isə mənim yerimə odun doğrayırdı. Cənab, axı mən sizdə bir odun belə qırmadım, hamısını o etdi. Niyə o məni xilas etdi? Niyə mən ona baxıb içkini buraxdım? Bunu sizə anlata bilmərəm. Bircə onu bilirəm ki, onun sözlərindən, alicənab hərəkətindən sonra qəlbimdə dəyişiklik baş verdi. Qadın məni düz yola göstərdi. Onun sayəsində mən düzəldim. Bunu heç vaxt unuda bilmərəm. Hə, artıq vaxtı, zəng çalındı. Luşkov baş əyib, qalerkada əyləşib tamaşaya baxmaq üçün getdi. Qalerka, tamaşa zalında ən ucuz yerlər, əsasən üst qat.